Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu kardeşler. Bu vusaldı, vusaledi, kritidi, krisadı belli olmayan bu şarlatan 2-3 gün bundan önce video çekir ve videoda benim adımı çekir, şeyhin adını çekir. Söylüyor. Benim kişiliğim, benim mənliyim icazə vermez ora ki, ben bunun o söylediği videonu götürüm bura koyayım ve size kulak astırım. Bu platform öyle bir platformadır ki cemaatin anası gelir, bacısı gelir. Benim gayretim oraya izin vermez ki onun söylediği söylücüyü götürüp buraya koyayım ki cemaat bu bize söylüyor. Ve siz de dinleyin. Cemaata, arvadına, anasına, bacısına bunun necis ağzından çıkan o sözleri ben dinləs deyirəm. Allah həmd olsun. Bu adam ikide bir der ki ben oğruyam. Sonra da get dinlar söhbətlərinə qarışır. Gəl nə biləm deyir mən lotuyam. Şarlatan. Sen oğrusansa ben doğruyam. Senin oğruluğunu Allah Azza ve Celle Maide suresinin 38. ayetinde reddedir. Benim doğruluğum ise Allah Azza ve Celle Nisa suresi 65'te, Həşr suresi 7'de, Əhzab 36'da, Nisa 80'de, Tövbe 100'de, Nisa 115'de ve Nisa 150-151'de ve birçok ayelerde, Yusuf 40'da gir oku. Sen ümumiyyətlə Kur'an'dan xəbərin mi var ki, ikiden bir oturup sen dinle danışırsan? Ha? Tolik, senin üzerine dedi ki sen krisasan, sen hareket edebilmedin. İnanmırsınız bakın. Çünkü özün sen, bizden de sen, kırıysa. Gördünüz da Alik Astaralı deyirlər. Səni ay Vusal, boks meşəyi eləyib, səni qum torbası eləyib hər gün sənə döşəyir. İnanmırsınız bakın. Bəli, gördünüz. Ve bu adam ikiden birden qalxanda ağzına düşüb ki bu meydan sələflərin meydanı değil, bu meydan bunların meydanı. Senin meydanın haradır? Biz ümumiyyətlə səni meydanda görməmişik axı. Haradır senin meydanın? Senin meydanın ancaq TikTok. TikTok'tan başqa sen meydana mı çıxabilirsən ki? Bir dənə meydan göstəriyor ki, sen orada nəsə eləmişsin. Bu cəmiyyət üçün, bu insanlar üçün sən nə edə bilirsən? Qastım şalvarı geyinirsə oturursan deyirsən ki, hə qardaşlar vacib məsələ var. Azərbaycanda Yahudi görsəniz mənə deyin. Sən kimsən ki Azərbaycanda kimsə Yahudi görəndə gəlib sənə desin? Hə? Sənin baxıram yorumlarına, komentarlarına, səni izləyib dəstəkləyənlərin əksəriyyəti %80%-i 15 yaşındakı PUBG oynayan uşaqlardır. Sən o 15 yaşındakı uşaqlara gör nəyi təbliğ edirsən? Yahudilər olsa mənə deyin, sələflər getdi, nə bilim bu elə oldu, o elə oldu. Cəmiyyətə qalıq gələn düzgün edin insansansa düzgünlüyü təbliğ elə ginən, dini təbliğ elə ginən, İslamı təbliğ elə ginən, de ginən ki mərd ol ginən, de ginən ki İslamdan başqa bütün yollar, bütün hökmlər batildir. Allah ve Resulünün hükümlerinden başka bütün qayda qanunlar tağutdur. Denən daha bunu niye demirsən? Hı? Ağzına düşüb ikiden birden deyir ki Mədinə tələbələri elə, Mədinə tələbələri belə. Bax, qardaşlar, məni qınamayın. Mən şiə sünni söhbət eləmirəm. Mən məhdih və kişilik söhbət eləmək istəyirəm. Şiə sünni söhbətini eləyən bu adamdır. Mən deyiləm, bu başqadır. Bu qaşınır, mən də bunu qaşıyıram. Bəli. Bir dənə, bax, görməyə olsa bu videoyu. Deyirsən, Mədinə tələbələri elə, Mədinə tələbələri belə. Bəs Nəcəf tələbələri, Qum tələbələri, İran tələbələri neynir? Bu, hara bura Kərbaladır, neynir sizlər Vusal burada? Hansında kino çəkirsiniz burada? Bu kimdir bu adam əlində xaçla gəlib deyir ki, neynir sizlər mən başa düşmədim? Ha? Sələfləri nəcis deyirsən, amma bir xristiyan əlində xaçla Kərbalaya gələndə ona qardaş deyirsən. Hı? Mən bu videoya baxanda elə bildim ki, bu Vusaldır qardaşlar. Qınamayın məni, baxın. Oxşamırlar sizcə? Mən çox dəhşət oxşadıram. Gəlin bu oxşarlığı bir də möhkəmləndirək. Görək ki, Vusal oxşadığını öz ağzından deyilmi? Dinləyin. Mən İslam dinindəyəm. Bəs elə deyil. İslam dini nədir? İslam dini nədir? Ay dədə yenə söhbəti fırlatdı başqa yerə. Bir cavab verdi sualıma. Nə Cəfəri məzəbsən yoxsa yox? Ay kişi, mən xristianam, qulaq as. Xristiansan düş aşağıda. Mənim sən Gördüyünüz kimi bu adam Vusal da Vusalədir, kritidir, krisadır. İslamdadır, yoxsa Hristiyandır, bəlli deyil, heç öz də bilmir qardaş. Subhanallah, axır ki öz gerçək dinini bu adam açıqladı. Mən əminəm ki bu videoyu izlədikdən sonra şiyələrin içində olan qeyrətli mərd oğullar mənim bu sözlərimi dəstəkləyəcəklər. Allah həmd olsun. Bəli. Niyə bilirsinizmi? Bax indi ki sübut eləyəcəm. Bu videoyu izləyin görün. Mən əvvəldən nə dedim, bu təkrar edirəm. Kafiri İslam'a dəvət eləmək üçün, kafir olsun, münafiq olsun, kim olur olsun, İslam'a dəvət eləmək üçün qızları vermək olar. Bu da Lut peyğəmbər bunun üçün çox gözəl nümunədir. Öz qızların sizdən İraqlara verirdi ki, pis əməllərdən çəkinsinlər. Burada heç bir problem yox. Bu video 2025'te olub, keçən il. Keçən il bu Vusalənin iynəsini vurdum, deyəsən sağalmayıb. İndi ikinci iynə istəyir. Gördünüz de adam deyir ki,
Lut peyğəmbər deyir, üzdən İraqlara, geylərə öz qızını verib ki, bu geylər geyliklərini tərk eləsin. Yəni bu adam bu şeyə normal baxır. İndi sual verirəm buradan mərd oğullara, qeyrətli kişilərə sual verirəm qardaş. Kim öz qızını üzdən İraqa bir dənə geyə, zövcə olaraq, arvat olaraq verər ki, Allah bu mənim qızım, ey gey. Bu geyliyin tərk etkinəm. Vusal bu şey eləyər. Öz ağzıyla dedi qardaş, mən demirəm, subhanallah. İndi ey əhsən Vusal deyənlər, Vusalı dəstəkləyənlər, gedin sual verin Vusala, çıxsın buna cavab versin. Ya desin ki, burada danışmışam, bu söz demişəm, qələt eləmişəm. Ya desin ki, hə nə var ki, bu normal bir şeydir da, mən qızımı geyə verərəm, çünki bunu o İslam eləyib.